Bildiğiniz kimi 395-ci ildə Roma imperiyası iki yerə parçalandı. Qərbi Şərqi Roma. Təbii ki, bu Roma imperiyasının parçalanması kilsənin də bir növ münaqişəsinin əsası qoyur. Qərb kilsəsinin, Şərq kilsəsinin münaqişəsi əsasını qoyacaq. Qərb kilsəsi papalıq edir, Şərq kilsəsi belə deyək də digərlər tərəfindən idarə olunurdu. Yəni Bizans deyək, Konstantin Patriarx tərəfindən idarə olunurdu və Qərblə Şərq arasında fikir ayrılıqları vardı. Hərəsi əsl dinin özündə olduğunu ifadə edirdi. Əsl dini ehkamları özü yaşadığını ifadə edirdi. Təbii ki, bu münaqişə səbəbləri bir, xristian dünyasına vahid şəkildə ikisindən birinin idarə eləməsi idi. İkinci əsas səbəb isə xristian dünyasının gəlirlərini ancaq özləri təmin eləsinlər, özləri şey eləsinlər, götürsünlər deyə. Və bu münaqişə nəticəsində 1054-cü ildə xristian kilsəsi iki yerə parçalanır. Katolik, pravoslav. 1054-də bilirsiniz də Rəvvadi Şəddadi kimdən asılı olur? Səlcuqlardan asılı düşəcəkdi. Ona görə də onda yadınızda saxlayırsınız. Pravoslav Bizansda, Konstantinopolda otururdu. Katolik isə Romada otururdu. Və Katolikin əsas, Papanın əsas gəlir mənbələri nə idi? Avropa dövlətlərindən hər hökmdardan aldığı vergi, Avropa çox böyük torpaq sahibi idi, torpaq sahiblərindən yığdıqları vergi, kilsə mərasimindən yığdıqları vergi, indulgensiya cənnət qəbzlərindən yığdıqları vergilər idi. Çox böyük məbləğ qazanırdı. İndulgensiya cənnət qəbzləri nədir? Bu, Papa deyirdi ki, güya, mən Sirat körpüsündə, yəni cənnətlə cəhənnəmin araf deyilən bir şey var, cənnətlə cəhənnəmin arasında bir körpüdür. Orada duracaq. Mənim satdığım qəbzləri kim alacaqsa, günahları orada bağışlayacağım və orada həmin insanları tanıyıb, onlar keçəcəm cənnətə. İnsanlar təbii ki, bundan çox böyük düşünürdülər, yəni ki, belə bir şey doğrudur, cahillik dövrü istəsinə doğrudur və tezbazar bunu alırdılar və burada da çox böyük gəlir əldə edirlər. Yəni, bu müasir dövrdə İslam dünyasında var idi, yəni. 1054-cü də Katolik kilsəsi dedi ki, əsas nüfus sahibidir Avropada. Bir də Avropada nüfus sahibi olan Müqəddəs Roma imperiyası, bilirsiniz 962-ci yaranmışdır. Müqəddəs Roma imperiyasından Katolik kilsəsi arasında münaqişənin səbəbi isə İtaliya və Avropada siyasi üstünlüyü əldə etmək uğrunda mübarizə aparırlar hər ikisi. Bu dövrdə Avropa siyasi pərakəndəlik dövrünü keçirirdi. Siyasi pərakəndəlik dövrü həmin cəngavərlər, baronlar, hersoqlar bir-birlərinə mübarizə aparırdı. Bu mübarizədə papalıq istəyirdi ki, sülh tərəfində oynayırdı, yəni sülh tərəfdarı idi və daxildəki olan ziddiyyətlərə həll etməyə çalışırdı. Çünki daxili ziddiyyətlər və daxili çəkişmələr Avropada aşağı təbəqənin, kəndli təbəqəsinin böyük əzilməsinə və vergilərin qaldırılmasına sövq eləyirdi. Bu isə onların gələcəkdə hər hansı bir üsyana səbəb olacağını düşünürdü. Papalıq buna görə də istəyirdi ki, Avropa dövlətləri arasında bu siyasi münaqişələr başa çatsın. Həm də papalıq bunu eləməklə özünün ali hakimiyyətini təmin etmək istəyir. Çünki özünün öz ordusu olmasa da çox güclü missionerləri var idi və çox güclü maliyyə resursları var idi. Və kralları bəzən o təyin edirdi. Kralları təsdiq eləməsəydi, həmin ölkə kralları heç vaxt təsdiq olunmayacaqdı və baron hersoqlar tərəfindən tanınmayacaqdı. Onun üçün çox böyük nüfuza sahibidir və bu nüfuzunu tamamilə möhkəmləndirməyə çalışırdı. Bu dövrdə Papanın əsas məqsədi dünyəvi bir teokratikliyə əsaslanan bir vahid Avropada dövlət yaratmaq və bu dövlətin də başçısı özü olmasını istəyirdi. Və nə qədər çağırış eləyir eləsin, gördü ki, yəni savaşçı ünsürlərə, cəngavərlərə bu təsir eləmirdi. Yəni hamı öz bildiyini eləyib, hamı öz aralıqda yenə didişməyə davam edir. Buna görə də papalıq insanların dini ruhlarından və dini hisslərindən istifadə edərək insanları daxili ziddiyyətlərdən əl çəkdirərək xarici ziddiyyətə yönəldəcəkdir. Bunun üçün də ən böyük silah Qüds idi. Qüds üç dinin birləşməsidir. Həm xristianlıq, həm yəhudilıq, həm İslamlıq. Yəni hər üç din Qüds şəhərində müqəddəs hesab olunurdu. Əl-Əqsa məscidi var, İsa'nın qəbri var, Davud Peyğəmbərin belə deyək də məkanı və Musa'nın qəbri var falan. Yəni bu tipli şeylər var idi. Ona görə də papalıq bundan çox böyük istifadə elədi. İnsanları, baron hersoqları, cəngavərləri Qüdsə yönəltməklə ki, sizin Peyğəmbərinizin qəbri kafirlərə, kafir dedikləri burada müsəlmanlar nəzərdə tutulurdu. Hamı bir-birinə kafir deyil, nə hikmətdirsə. Kafirlərdədir və onları oradan xilas eləmək lazımdır. Behmə eləmək, siz burada didişirsiniz, İsa'nın orada, ruhu orada, nə bilim, əzab çəkir, İslamın əlində qalıb falan filan söhbətlərlə insanları o tərəfə yönətməyə çalışırdı. İkinci bir məqam da burada nə idi?
Bu dövrdə Bizans türklərin hücumlarına çox məruz qaldığı üçün papalıq bundan da güc kimi istifadə edir. Görürsüz, pravoslavlar belə bizim gücümüzə ehtiyacı var. Sizlər burada savaşırsınız, amma onlar orada xristian dünyası müsəlmanların hücumlarından pis günə düşəcək. Biz bunları xilas eləməliyik. Dünya bizə bunu vəzifələndirir. 1091-ci ildə Peçeneglərin Bizans üzərində savaşı və Bizans imperatorunun papaya müraciəti bu məsələni daha da alovlandırır. Və 1095-ci ildə Klermon məclisində Urbanın çıxışı vardı, Papa Urbanın çıxışı vardı. O qədər alovlu çıxış elədi ki, insanlar yerindəcə paltarlarını dəyişdilər, xaçlı paltar, xaç işarələrini çəkdilər və savaşa hazırlaşdılar. Burada hər bir təbəqənin öz məqsədi vardı. Kəndli feodaldan bezmişdi, torpaq sahibi olmaq istəyirdi. Feodallar, baron hersoqlar düşünürdülər ki, orada gedib torpaq sahibi olacaqlar. Papa da missionerlik vasitəsilə ora xristian dünyasını yayıb, orada gəlirlərin artırmasıdır. Papa bunlara vəd verir ki, siz Qüdsə getsəz, cənnətdəki kimi oradan bal axacaq, nə bilim, belə zənginlik olacaq, belə şeyə sahib, varlı dövlətə sahib olacaqsınız. İnsanlar buna aldanıb, o dövrün ən böyük ehtiyaclarını dilə gətirdik. İnsanlar buna aldanıb 1095-də savaşa hazırlandı. 1096-cı ilin ilkində Rahib Piotrun rəhbərliyi altında kəndlilərdən ibarət xaçlı ordusu yaradıldı. Və bunlar səfərə başladılar. Bizansla razılaşma görə bunları Anadolu çəkdi. Bizans imparatoru bunları gördü ki, hamısı tör-tökülüb, çünki kəndlidir. Yaba ilə, dımrıqla, nə bilim, qılıncla, elə belə də, balta ilə gəlib savaşa. Bizans imparatoru heç demədən bunları elədi. Ötürdü, elə bir Avropadan Asiyaya keçdi, Anadoluya. Bunlar Anadoluya keçən kimi elə Səlcuqlar bunları görən kimi qapazladılar və məğlub edərlər. Və bundan sonra 1096-nın ikinci yürüyüşü, birinci Səlib yürüyüşü, 1096, 1099-cu illərə əhatə. Amma 96 özü 2 hissəyə bölünür. Birinci mərhələsinə kəndlər iştirak edir, ikinci mərhələsində isə İtaliya, Almaniya və Fransa cəngavərlər iştirak edəcəkdir. Və Bizans imparatoru ilə gəlirlər bunlar yenə indiki Yunanistana, onları gəmilər vasitəsilə imperator Anadoluya keçidir və Bizans imperatoruna müqavilə bağlıdır. Müqavilənin şərtləri: Bizans imparatoru bunları silah, ərzaqla təmin edəcəkdir. Qarşılığında torpaqlar, Səlcuqlarla alınan torpaqlar veriləcəkdir Bizansa və razılaşmaya görə bu formada hərəkət edilir. 1096-99 yürüyüşündə Suriya, Fələstin itiriləcəkdir. Qüds şəhəri ələ keçiriləcək Səlibçilər tərəfindən və burada 4 dənə Səlib dövləti yaranacaq. Birinci Qüds krallığı, ən güclü və ən əsas Səlib dövlətidir. İkinci Edessa, üçüncü Antioxa, dördüncü Tripoli dövlətləri yaranacaq. 11-ci əsrdə yaranması bu dövlətləri Səlcuq dövlətindən oxşar cəhət edirsiniz, yəni verirsiniz, fərqi yoxdur. 11-ci əsrdə bu dövlətlər yaranacaq, Səlcuqlarla oxşar cəhət olacaq. İkinci, bu dövlətlərin yaranması plus Səlib yürüyüşünün belə uğurlu olması ən əsas səbəbi Səlcuqların zəifləməsi idi. O dövrdə bilirsiniz, Məlikşahdan sonra zəifləmişlər, daxili çəkmələr və Səlcuqların Səlib yürüyüşlərində məğlub olması Səlcuqların İslam dünyasının nüfuzuna zərbə vurmuşdu. Buna görə də Səlcuq qüvvələri, burada hansı ki Anadolu Səlcuq hökmdarları, Mosul Səlcuq hökmdarları, Kirman Səlcuq hökmdarları hamısı birləşib vahid düşmənə qarşı mübarizə adını alacaqlar. 1147-1149-cu ildə ikinci Səlib yürüyüşü baş verəcək. Bu Səlib yürüyüşünün baş vermə səbəbi Mosul hakiminin Edessanı tutub süqut uğratmasıydı. Və ikinci Səlib yürüyüşü baş verəcəkdir. Lakin bu Səlib yürüyüşü uğursuzluqla nəticələnəcək. Uğursuz olma səbəbi Bizansla razılaşılmaması, özlərin daxilindəki çəkişmələr, bir də Səlcuq türklərinin qəfil və amansız hücumları olacaq. Üçüncü Səlib yürüyüşü 1187-də Misir hökmdarı Səlahiddin Əyyubi Təbəriyə yaxınlığında döyüşdə Səlcuqları məğlub edərək Qüdsü azad edəcək. Qüdsün Səlcuq tərəfindən yenidən tutulması Avropaya ildırım sürətində və şok effekti yaşadacaq. Buna görə tez bir zamanda üçüncü Səlib yürüyüşü olacaq. 1187-də bilirsiniz də həmin vaxtda Qəznəv dövləti süqut eləmişdi. Bunu da yadınıza qalsın. 1189-1192-ci il 3-cü Səlib yürüyüşü baş verdi. Bu Səlib yürüyüşündə İngiltərə, Fransa və Almaniya Səlib kralları baş verəcək. Zaten yürüyüş başlarından bəri aralarında fikir ayrılığı var. Alman kral dedi ki, mən quru yolla gedəcəm. İngiltərə, Fransa kral dedi ki, biz dəniz yolunu gedəcəyik. Və
Quru yol dəniz yoluna nisbətən daha çətin, ağır idi. Və bunlar arasında elə başlanğıcda səlib yürüyüşü yarımçıq qalacaq. Ziddiyyətlər olacaqdı. Elə ziddiyyətlər 3-cü səlib yürüyüşünün yarımçıq qalmasına gətirib çıxaracaqdı. Və daha doğrusu yarımçıq deyəndə pis çıxaracaq, yəni uğursuz olmasına gətirib çıxaracaq. Yəni gəllə yenə Fələstində, Suriyada bir-birlər arasında çəkişmələr hesabına məğlub olacaqdı. Alman kralı Friedrich isə mən heç vaxt ölmərəm, çaya gedir, çayda da ayağı sürüşür, orada boğulur, orada da ölür, gedir. Yəni biraz da tarixçilərin bir məqsədi var, bir deyimi var. Alman kralı bəlkə də orada ölməsəydi Suriya xalqı qılıncdan daha çox keçiriləcəkdi. Həqiqətən də elədir. Çünki çox böyük nifrəti var idi. İngiliz Fransız krallarında arasında çəkişmələr var dedi. Səlib yürüyüşü, 3-cü səlib yürüyüşü uğursuz olacaq. Səlibçilərin ən əsas məqsədinin ortaya çıxdığı yürüyüş 4-cüdür. Burada əsas məqsədin xristianlıq və din uğrunda olmadığını, əslində qənimət uğrunda və var-dövlət uğrunda aparıldığını göstərən yürüyüşdür. 4-cü səlib yürüyüşü 1202-1204-cü illərə əhatə edir. Bu səlib yürüyüşü birinci planlanmışdı Misirə. Papa bunun üçün əlavə vergilər artıracaqdı, xəzinəni ayırmaq üçün. Amma dəniz yoluna getməyi planlaşdırmışlar. Bunun üçün Venesiya müraciət edildi. Venesiya dövləti isə Misirdən əvvəl Bizansa hücum edilməsini təklif elədi. Biz sizə gəmiləri veririk, siz Bizansa hücum edin, Bizansdan sonra biz sizi Misirə aparacağıq. Bunun səbəbi Venesiya ilə Bizans o dövrdə Aralıq dəniz sahilləri uğrunda, ticarət uğrunda mübarizə apardı. Niyə Katolik kilsəsi də bundan razılaşır? 1. Bizans çox yaxın idi. 2. Bizans daha çox qənimət əldə etmək üçün fürsət idi. 3. Ən əsası, Katoliklərlə Pravoslav arasında da ziddiyyət var idi. Ona görə də 1204-cü il, 1202-ci il 4-cü səlib yürüyüşü baş verdi. Konstantinopol tutuldu. Aya Sofiya dağıdıldı. Bizans xəzinəsi ələ keçirildi və həmçinin bu 4-cü səlib yürüyüşü nəticəsində Balkanlardan Suriyaya qədər ərazilərdə Latın dövləti yarandı. 13-cü əsrdə yaranması Hülaki, Qızıl Ordu, Monqol, Delhi Sultanlığı ilə bərabər Latın İmperiyasında verəcəyiz. Latın İmperiyası 1261-ci ildə süqut eləyəcəkdi. Yenidən Bizanslar öz hakimiyyətdən bərpa edəcək. 13-cü əsrdə süqut edən dövlətlər içərisində Eldənizlər, Axsunqurilər, Xərəzmşahlar, Qərbi Şərqi Qaraxanilər və Latın İmperiyasında verilir. Tarixdə ümumilikdə 8 səlib yürüyüşü baş verir. 8 səlib yürüyüşü. Və bu yürüyüşlər 13-cü əsrin sonlarına kimi davam edir. Baxın, 11-ci əsrin sonlarından başlayıb 13-cü əsrin sonlarına kimi davam edəcək. Və hamısı uğursuzluqla nəticələnəcəkdir. Yəni heç biri qalmayacaqdır. Bu yaradılan dövlətlərin hamısı süqut edəcək. Bundan sonra səlibçilər Alparaniya Xaçın savaşını Avropada davam edəcək. Bu dövrdə Avropanın yeganə yarımadası olan Pirene yarımadasında müsəlman dövləti olan Kordova xilafəti var idi. Kordova xilafəti 13-cü əsrdə Rekonquista hərəkatı, Rekonquista Xaçın Alparaniya mübarizə, Rekonquista hərəkatı nəticəsində parçalanmış Aragon, Kastilya, Portuqaliya və Navarra krallıqları yaranmış İspaniyada. Və 1479-cu ildə Kastilya ilə Aragon krallığı birləşərək vahid İspaniya krallığı yaradacaqdı. 15-ci əsrdə yaranması İspaniyanın Ağqoyunlu, Qaraqoyunlu, sonra bu şeyi verirsiniz, Qazan, Həştərxan, Noqay, Sibir xanlıqlarını verirsiniz. Bunlarla oxşar cəhət verəcəksiniz. Vahid İspan krallığı Rekonquista hərəkatını davam elətdirərək 1492-ci ildə isə həmin də bilirsiniz Bərdə döyüşü baş verir. Baysunqur taxtdan gedir, Rüstəm Padşah gəlir. 1492-ci ildə Granada əmirliyini süquta uğradırlar və İspaniyada, daha doğrusu Pirene yarımadasında yalnız 2 dövlət, İspaniya və Portuqaliya krallıqları qalacaq. 15-ci əsrdə Granadanın süqut eləməsi Cəlari, Qaraqoyunlu dövlətlərin oxşar cəhət verirsiniz. Həmçinin Bizans və bir də Trabzon krallığının da oxşar cəhət verirsiniz. Yəni bu oxşarlıqları burada deyirik, kitabınızda yazırsınız. Dəftər deyil, kitabda yazırsınız. Granada əmirliyi ilə İspaniya krallığı arasında razılaşmaya görə Granada əmirliyi şəhəri təhvil verəcəkdir. Qarşındakı şəhərdə yaşayan müsəlman və yahudilərə öz dinlərini ibadət etməsinə icazə verəcəkdir. Lakin xristianlar buna əməl eləmir. Yahudilər və müsəlmanlar sürgün edilir. Yahudilər bilirsiniz sürgün edilir. İkinci Bəyazıd var Osmanlıda bilirsiniz yahudilərə sığınacaq verir. Bax o yahudilərə sığınacaq verdiyimiz isə buna görə baş verir. Başa düşdünüz? Bu olacaq. Səlib yürüyüşlərinin ümumi nəticələrinə baxanda 2 nəticəyə bölürük. 1. İqtisadi nəticə, iqtisadi sosial deyirik ona. Kitabınızda sosial siyasinin bir verir, amma mən sizə iqtisadi sosial verir.
İqtisadi sosial nədir? İqtisadi nəticə. Aral dənizində ticarət uğrunda mübarizədə Bizans məğlub olur, keçir Venesiya və Genuya şəhərlərinə. Aral dənizində ticarət canlanır. Sonra Fransa cənub şəhərləri inkişaf eləməyə başlayacaqdı. Orada feodalizm zəifləyəcək çünki ticarət canlanacaqdı. Avropalılar barıt kompas kağızından tanış olacaqdılar. Sosial cəhətdən üstünlüyü budur. Siyasi nəticələri Papanın nüfuzu zəifləyir çünki Papaya inananlar, Qüdsə gedənlər düşünürdülər ki, orada böyük bir qənimət əldə edəcək, amma heç nə əldə keçirmədilər və Papanın əsl məqsədinin Qüds olmadığını və İsa peyğəmbər olmadığını gördülər. Bu bir nüfuz. İki isə missionerlik sistemi olacaq ki, xristianlığı yaymaqda böyük töhfə olacaq. Şərq ölkələri üçün nəticələri nə olacaq? Şərq ölkələri üçün nəticələri isə bunlar olacaqdı. Şəhərlər dağıdılacaqdı, qırğınlara məruz qalacaqdı, Yahudilər qırğınlara məruz qalacaqdı, müsəlmanlar qırğınlara məruz qalacaqdı. Bu da şərq ölkələri üçün nəticələr olacaqdı. Bir də bir şey deyim sizə. Baxın, bu dərsi sual-cavab elədikdən sonra, Azərbaycan tarixində biz sual-cavab edirik. Necə sual-cavab edirik? Səlibçilərin şərqi yürüyüşü dövrdə 11-ci əsr və 11-ci əsr sonlarında, 13-cü əsr sonlarında Azərbaycanda hansı hadisələr baş vermişdir? Azərbaycanda baş verən hadisələrə baxdığımızda Monqolların yürüyüşləri, Eldənizdən süqutu, Qızıl Arslan Sultan tutulub alması, Məhəmməd Can Pəhləvan, Şəmsəddin Ləzin Atabəy dövlətinin yaratması, Böyük Atabəy tutunun alması, sonra Hülaç dövlətinin yaranması, Qızıl Ordunun Azərbaycana yürüyüşlərin başlanması, bu tipli hadisələri cədvəl formasında hazırlayırsınız ki, sual-cavabda bunlarda soruşulacaq. Oldu uşaqlar?